Xoş gördük, əziz dinləyicilər. Bugün ictimai siyasi vəziyyət, cəmiyyət içərisində olan təbliğatlardan danışmaq istəyirəm ki, bugün görürsüz kifayət qədər qarışıqlıq var və bugün bu qarışıqlığa Türkiyədən də qoşuldular. Bilirsiniz, Türkiyənin də artıq Azərbaycanı ciddi surətdə tənqid etdiyinin, güclü mollapərəstlərin ortaya çıxdığını biz şahidi oluruq. Bəzən deyirlər buna Ərdoğanın bu yeznəsi Albayraq mı edir, ona tabi olanlar mıdır? Əvvəla məsələ bundan ibarət ki, mən hər zaman bilirsiniz Ərdoğanı da, Türkiyə hakimiyyətini də tənqid etmişəm. Və mən düşünürəm ki, bu çox normaldır və tənqid də etmək lazımdır, tənqidə açıq olmaq lazımdır. Bax, görürsünüz, lazım gələndə onlar bizi tənqid edə bilirlər. Və sadəcə olaraq burada bir məsələ var ki, hər kəs bizi tənqid edir və bildirir ki, müharibəyə gedirsiniz, siyonistə kömək edirsiniz. Sonra belə bir məsələ var ki, məhz işğalçıya yardım edirsiniz, işğalçıya kömək edirsiniz. İkinci bir məsələ, görürsən mollalar var həm Azərbaycanda, həm də bugün həm İranın trolluğunu eləyən, Rusiyanın trolluğunu eləyənlər bugün Rusiyada oturublar. Yenə də o ruhanilər basıb bağlayır, elə Hacı Elman da içində olmaqla bildirirlər ki, biz bu fitnəyə qoşulmamalıyıq, biz müstəqil bir dövlətin ərazisini işğal edirlər və biz buna yardım etməməliyik. Əvvəla, gəlin bu məsələyə yavaş-yavaş cavab verək. Məsələ ondan ibarətdir ki, heç kim heç nə etmir. Şəxsən müsəlman ölkələrində sistem olmadığına görə, hər şeyi eləyən sistemlərdir. Heç kəs bu günləri İran xalqı ilə heç kəsin işi yoxdur. İran xalqı, mən sizə bir söz deyim, Azərbaycan xalqına dünyada ən yaxın, ən qohum, necə deyirlər, qohum olan millətimiz elə İrandır. İran Azərbaycanın yaratdığı dövlətdir. İran əsrlərlə biz olmuşuq. İrandan bizə yaxını yoxdur. Biz bu günləri kim istəyər ki, İran dağılsın və yaxud da harasa dağılsın? Bunu kim istəyə bilər ki? Burada İran xalqından söhbət getmir, burada sistemdən söhbət gedir. İllərdir ki, bu sistem, məsələn, İranın mollabaş sistemi biz deyirik ki, İranı uçuruma aparır. Baxın, bu günləri biz onu uçuruma getdiyini görürük. Və yaxud da Türkiyədə də bir mollabaşdır əslində qalsa, sadəcə qalıstukludular. Amma ki, onlar bizim canımızdır, ciyərimizdir, müttəfiqimizdirlər. Heç vaxtda biz tənqidləri etməliyik ki, özümüz bu tənqidlərdən ibrət dərsi götürək. Molla, ixvançı, məzhəb üzərindən siyasət yürütməyin sonu bu formada olur. Bu günləri görürsünüz, Türkiyədə də heç vaxt biz məsələni ciddi diqqət yetirə bilən adamları görə bilmirik. Niyə? Çünki onların da başı ixvançılığın içində, firqəçilik içərisində batdığına görə bugün bu formada danışırlar. Bəziləri də çıxırdır ki, bugün sünni şiə zamanı deyil. Yaxşı, sünni şiə zamanı deyil, aydındır, başa düşdü. Yəni nə? Nədən söhbət gedir? Bu günləri İranda problem yaradan sistemin özüdür. Molla hakimiyyətidir. Güya siz bununla kimlərsə haqqı müdafiə etdiyini deyirlər. Hansı haqqı müdafiə edirsiniz? Bəs işğalçı, suveren bir dövlətin ərazisinə daxil olub oranı işğal edir. Niyə? Nə əkərsən onu da biçərsən. Yaxşı. Biz bu arada çox danışmışam şəxsən mən. Bugün dünya iki qütbə bölünür. Adını nə qoyursunuz qoyun. Bir tərəfdə diktatura dünyasıdır, bir tərəfdə demokratiya dünyasıdır. Müharibə bunlar arasında gedir. Bu sistemlər müharibəsidir. Bu sistemlər müharibəsinə ədalətə, haqqa necə gətirib çıxarda bilirsiniz? Ayıq olun Azərbaycan xalqı. Bir məsələyə sadəcə olaraq qiymət verin. Bu günləri bizim üçün ən gözəl ülgü, ən gözəl tərəzi Ukraynadır. Bu günləri Ukrayna bir müstəqil dövlət idi. Bugün müstəqil dövlətə Rusiya hücum etdi. Bəli, işğal etdi. Amma İran bu işğalçıya qarşı nə etdi? Çıxdı mı Rusiyanın qarşısına ki, niyə sən müstəqil bir dövləti işğal edirsən? Dedilərmi? Xeyr, demədi. Əksinə, gedib o işğalçıya kömək etdi. Şahidlər verdilər. Yüzlərlə, yüz minlərlə Ukraynada uşaqlar öldü. İnsanlar öldü, məktəblər partladı. Bu günləri İranda məktəbin vurulması barədə deyilsə, Trump da bildirir ki, bunu Sepah özü edib. Kim edib? Bununla işim yoxdur. Hardakı bir uşaq, hardakı bir məsum ölürsə bizim qəlbimiz ağrıyır. O Ukraynadadırmı, İrandadırmı, fərq etməz. Bunları yaradan əlbəttə ki, zalimlardır. Zalim hər iki tərəfdə ola bilər. Zalim işğala məruz da qala bilər, özü də hücum edə bilər. Baxın, ən gözəl ülgü budur. Bugün İran nə etdi? İran hökuməti nə etdi? İran hökuməti Ukraynada uşaqların ölümündə onun əli yoxdurmu? Xatırlayırsa, yüzlərlə, minlərlə şahid dronları verdilər və bir dəfəlik Ukraynanın üzərinə hücum çəkdilər. Ukrayna
bəlkə bir ildən çox bu insanlar, bu dronların sayəsində insanlar öldü. İran nə etdi? İran niyə işğalçının yanında durdu? Bax, bu günləri niyə ayılmısınız ki, işğalçıya kömək etməyin, işğalçı belə oldu, o gəlib suveren bir ölkənin ərazisini işğal edir. Bəs nə oldu? Gördünüzmü? Məsələ demək ki, ədalət, məsələ demək ki, din, məsələ isə şəriət deyil. Sadəcə olaraq bir tərəfdə axmaqlar var, bir tərəfdə isə rasional surətdə düşünən insanlar var. Biz bu günləri rasional düşünməliyik. Mən də onunla razıyam ki, Azərbaycan qəti surətdə İran müharibəsində rol oynamamalıdır. Bu bizim üçün səhvdir, bu bizim üçün yaxşı bir iş deyil. Mən də bunun əleyhinəyəm. Amma bu günləri İranda baş verən hadisələr heç də ədalət və yaxud da ki, buna haqq divanı geydirmək lazım deyil. Ədalət də onu geydirmək lazım deyil. Çünki ən böyük ədalətsiz elə İran özü olub, Rusiya özü olub. Bugün Hacı Elman deyir, bunlar bilirsən, bunların ruporları deyir ki, bəs o qardaşı da qırdıran, güya Ukraynanı Rusiya ilə qırdıran elə Avropa idi, Amerika idi. Yaxşı, 2014-cü ildə Amerika mı silah vermişdi ki, gedginən tut Krımı və yaxud da 2016-cı Donbası tutquna. Bunu Avropa mı deyir, gəl tut bu flankəsin ərazisini. O qədər tutdu, yenə də gözü doymadı. 2022-ci ildə dedi ki, ümumiyyətlə Ukraynanın hamısını işğal etmək istəyirəm. Getdi və düşdü palçığın içinə. Bunu Avropada mı demişdi? Bunu Amerika demişdi? İnsan nə qədər ləyaqətsiz olar? Siz necə ruhanisiniz? Siz necə dindarsınız? Yaxşı, dininiz yoxdur, sizin kişiliyiniz olsun da, başa düşdük dininiz yoxdur. Siz hər bir dininizi zaten İrana, öz maraqlarınıza qurban verəcəksiniz, başa düşürük. Bütün bunlardan istifadə edib İranı müdafiə etmə. Yalnız və yalnız budur. İran haqlıdır, haqsızdır, bu barədə düşünən yoxdur. Əsas odur ki, öz batil firqənizi müdafiə edəsiniz, öz batil dövlətinizi müdafiə edəsiniz və hər şeyi də tökəsiniz Avropanın boynuna, hər şeyi də tökəsiniz Amerikanın boynuna. Yaxşı, bəs işğal etmirdi, suveren dövlət deyildi Ukrayna. Niyə işğal edirdi Rusiya onu? Niyə Rusiya işğal etdiyi halda İran o işğalçının yanındaydı? Və bu günləri ayılmışsınız ki, niyə görə işğalçı Amerikaya və İsrailə kömək edirsiniz? Nə tökərsən aşına, o da çıxar qaşığına. Məsələ budur, əziz Azərbaycanlılar. Məsələyə bu formatda qiymət verin. Əgər haqla, ədalətlə sizə aldadırlarsa, haqq və batillə sizə aldadırlarsa, sadəcə baxın, görün İran necə idi? İran özü işğalçıya kömək edirdi, yoxsa yox? Bəli, edirdi. Ona görə də bu günləri, məsələn, Ukraynada ölən körpələrin əlində İranın qanı vardı, bəli, və bu günləri də onun körpələri öldürür. Əlbəttə təəssüflənirik, əlbəttə ürəyimiz yanır, amma bütün problemlər sistemin yaratdığı problemdir, xalqın yaratdığı problem yoxdur. Təşəkkür edirəm.